Çoxillik meteoroloji müşahidələrin təhlili göstərir ki, qış fəslinin nisbətən sərt keçən dövrü əsasən yanvar ayının ikinci yarısına və fevral ayına təsadüf edir. Qeyd edilən iqlim tendensiyası keçən ilin qış mövsümündə də müşahidə edilib. Yeni Sabah məlumat verir ki, bu haqda Modern.az-a 20 yanvar ərəfəsində havanın sərt keçməsi ilə bağlı danışan Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova deyib. Gülnarə Abbasova qeyd edib ki, bu dövrdə hava şəraitinin qeyri-sabit xarakter almasının əsas səbəbi qış gün dönümündən təxminən 3-5 həftə sonra torpaq səthinin, Xəzər dənizinin və atmosfer qatlarının maksimum dərəcədə soyumasıdır. Eyni vaxtda şimal istiqamətindən ölkə ərazisinə daxil olan soyuq hava kütlələrinin fəallaşması temperaturun enməsinə və hava şəraitinin dəyişkənliyinə səbəb olur. Arktikadan soyuq hava kütlələrinin müdaxiləsi tez-tez baş verdikdə yanvar ayı çox soyuq keçir. Çoxillik meteoroloji müşahidələrə görə son 25 ildə yanvar ayında havanın orta aylıq temperaturu 21 il iqlim normasından 0,3-2,7 dərəcə yüksək, 4 il isə havanın orta aylıq temperaturu iqlim normasından 0,5-3,0 dərəcə aşağı olub. Onun sözlərinə görə, Abşeron yarımadasında son 25 ilin ən soyuq yanvar ayı 2008-ci ildə müşahidə edilib. O zaman ən aşağı temperatur 11 dərəcə şaxta olub. Ən soyuq 20 yanvar günü isə 2019-cu ildə qeydə alınıb. 2 dərəcə şaxta olub. 2020-2022-ci illərdə 20 yanvar günü sulu qar yağıb. Həmçinin 20 yanvar tarixi üzrə son 10 ilin ən güclü küləyi qeydə alınıb. Şimal-qərb küləyinin sürəti 24 metr/saniyəyədək güclənib. Bir neçə gündür ki, ölkə ərazisində soyuq, yağıntılı hava şəraiti davam edir. Bugün yanvarın 20-sində də havanın bir qədər də sərtləşməsi müşahidə olunur. Bakıda və Abşeron yarımadasında qar yağır, deyə Gülnarə Abbasova qeyd edib.